Yoldaş da atır xanımı gedir Rusiyaya və o xanım təkdir. Tək olanda neynir? Girir sosial şəbəkələrə, kimlərlənsə yazışır və artıq o da özünü belə deyək, müdafiə eləyir ki, neynəməli idim? Mən tək idim, yoldaşım ildə bir dəfə gəlir və mən başqa birisi ilə danışıram. Hətta belə bir hekayə danışa bilərəm sizə ki, bir xanımdır. Deməli, bunun evdə başqa bir belə deyək, yazışma tapıblar, məktub tapıblar evdə və deyiblər ki, bu nə məktubudur? Xanım da evdəkiləri alladıb ki, bəs mənə vəh gəlir. Gecələr mənə məktub şəklində, yazılar şəklində vəh gəlir və belə deyək, qaynana-qaynata da yaşlı nəsildir və inanırlar ki, həqiqətən cinə inanan, belə deyək, vəh gəlməyə inanan bir ailə olduğundan bunu rahat şəkildə qəbul ediblər ki, gəlinimizə vəh gəlir. Yoldaş da dediyim kimi Moskvadadır, uzaq yerdədir. Və ondan sonra bir-iki dəfə belə deyək, gəlin evə gec gəlib, gəlinin əynində yeni belə deyək, libaslar görüblər. Bəs bu səndə hardadır? Bunu da mənə gecələr vəh gələn adam gətirir.